bağlı Bərkən sakin Cəlilov Elçin xəbərin olur. Mənim işim olmadığı üçün Ceyranboy rayon işsizlik idarəsinə müraciət elədim və orada mənə bildirdilər ki, artıq siz çota alınmısınız. Gedin iş olanda xəbər edəcəm. Və bir neçə aydan sonra mənə zəng gəldi ki, iş var, işləyə bilərsiniz. Dedim, bəli, işləyərəm. Dedi, onda yaxınlaşın bizim idarəyə. Və mən yaxınlaşdım idarəyə, məni yönləndirdilər Rico MMC tikinti şirkətinə. Mən 11 ay orada işlədim. 11 ay işlədiyimə baxmayaraq, mənim axırıncı 4 aylıq haqq hesabım və yemək pulum, o cümlədən də istifadə eləmədiyim məzuniyyət pulum verilməmişdi. 11 ayda oradan çıxmağıma baxmayaraq, hələ də mənim haqq hesabım ödənilməyibdir. Bir neçə yerə də müraciət eləyəsi olsaq da, bax, bu da mənim əlimdə olan məktublar. Bir neçə yerə də müraciət eləyəsi olsaq da, hələ bizim bu məsələyə bir müsbət cavab verən olmuşdur. Sizdən artıq dərəcədə xahiş edirik ki, cənab prezident, bizə köməklik edəsiniz. Mənlə bərabər 200 nəfərə yaxın insan var ki, bir nəfərin ucbatından bu boyda əziyyət çəkilir. Sizdən artıq dərəcədə xahiş edirik, cənab prezident, bizə köməklik edəsiniz və bizim sonuncu haqq hesabımız, haqq ədalət nədirsə yerini tutsun, o ödənilsin.